Biləsuvarda keçirilən Hind quşu festivalında şəhidlərimizə və bayrağımıza hörmətsizlik edildi. Dörd günlük Vətən müharibəsində şəhid olanların şəkillərini Şəhidlər Xiyabanında görmədim. Bugün festivalı ziyarət edərkən gördüklərim məni ciddi şəkildə məyus etdi. Festivala daxil olan kimi Şəhidlər Xiyabanı ilə rastlaşdım və ən ağrılı mənzərə o idi ki, çəkilən kababın tüstüsü bütün xiyabanı bürümüşdü. Üstəlik yüksək səslə səsləndirilən musiqi şəhidlərimizin uyuduğu məkanın səssizliyini pozurdu. Şəhidlər Xiyabanında konsert təşkil olunmağı çox diqqətimi çəkdi. Digər tərəfdən nə Şəhidlər Xiyabanında, nə də festivalın ümumi ərazisində Azərbaycanın şanlı üç rəngli bayrağına rast gəlmədim. Təəssüf hissi ilə demək istəyirəm ki, burada nə Azərbaycanın bir bayrağı bir yerdə ucaldılıb, heç bir yerdə mən Azərbaycanın bayrağını görmədim. Dövlət rəmzlərimizə bu laqeydlik, şəhidlərin xatirəsinə bu sayğısızlıq qəbul edilməzdir. Təəssüf ki, tədbirin təşkilatçılığı da tamamilə aşağı səviyyədə idi. Belə məsuliyyətsiz yanaşma həm iştirakçılara, həm də cəmiyyətin dəyərlərinə hörmətsizlikdir. Maarif Arifoğlu, Samirə İsmailova, Biləsuvar.